Hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 7-ci sinif iş dəftərindən birinci yarımılı yekunlaşdırıcı tapşırıqlar mövzusundakı sualların izahı ilə qarşınızdayıq. Birinci sualımızda nə söz? Çəki bitkin tozlanmada mayalamaya qədər olan mərhələləri aşağıdakı şəkildə göstərilmişdir. A'dan göstərilən çiçək üçün ehtimal olunan tozlanma üsuluna atılan fikirlərinizi əsaslandırın. Gördük ki, burada çarpaz tozlanma üsulu göstərilir. Yadınıza saxlayın ki, çarpaz tozlanma bir çiçəyin tozcuğunun başqa bir bitkinin çiçəyin tozcuğuna düşməsi prosesinə biz çarpaz tozlanma deyirik. Deməli, burada çarpaz tozlanmadır. Əsaslandıraq ki, A şəklində göstərilən vəziyyətdən tozcuq bir çiçəkdən digər çiçəyə köçürülür. Bu halda tozcuq eyni bitkinin başqa bir çiçəyinə və fərqli bitkinin çiçəyinə keçirsə, bu çarpaz tozlanmadır. Sonra B-də nə şəkil tozcuq çiçəyinə köçürülür. Bu ilə yenə buradan yazırıq çarpaz tozlanma üsulu. Deməli, C şəklində B hansı hissə göstərilmişdir? Strukturun funksiyasını qeyd et. C ilə sütuncuq göstərilmişdir. Sütuncuğun funksiyası ondan ibarətdir ki, o üzərində ağızcığı daşıyır, həm də cücərməkdə olan tozcuq borusunu yumurtalığa doğru yönəldir. Sonra deməli, burada da yazdıq. Sütuncuq hər birinin baş hərfini yazırıq. Siz özünüz geniş yazarsınız. D variantında nə deyir? Şəkildə göstərildiyi kimi C nöqtəsində mayalanma baş verir. Çəkili bit mayalanma zamanı baş verənləri təsvir et. Ümumiyyətlə, yadınıza saxlayın ki, mayalanma prosesi zamanı tozcuq çiçəyin ağacığına düşdükdən sonra cücərir. Mən burada şifahi şəkildə deyəcəm. Bir siz də onu videonu saxlayıb özünüz üçün qeyd edərsiniz. Birinci tozcuq çiçəyin ağzından düşür. Sonra tozcuq borusu cücərir və sütuncuq boyunca boru əmələ gətirir. Yumurtalığa boru əmələ gətirir. Sonra isə bu boru vasitəsilə erkək hüceyrələr, spermlər yumurtalığa daxil olur. İkinci spermlərin yumurtalığa daxil olması. Sonra C nöqtəsində spermlərdən biri yumurta hüceyrə ilə, digəri isə mərkəzi hüceyrə ilə birləşir. Biri yumurta hüceyrə ilə birləşir, ziqot əmələ gətirir. Digəri isə mərkəzi hüceyrə ilə birləşir, endosperm əmələ gətirir. Deməli, sonra isə bu proses də adlanır nə? Mayalanma. Özü bitkilərdəki mayalanma 2 qat mayalanmadır. Çünki dediyim kimi biri yumurta hüceyrə ilə birləşdi, biri mərkəzi hüceyrə ilə 2 dəfə mayalanma baş vermişdir. Ona görə buna deyirik 2 qat mayalanma. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda bizdən nəyi soruşur? Soruşur ki, bəzi toxumların cücərməsinin saxlanma müddətinin təsiri qrafiki göstərilmişdir. Bu qrafikdə nə nəticə çıxarmaq olar? Düzgün cavabı qeyd edin. Bu toxumlardan deməli qrafikdə nə göstərir? Y oxunda cücərmə faizi, X oxunda isə saxlama müddəti göstərilib. Qrafikdəki məlumata əsasən müddəti artdıqca onların cücərmə faizi azalır. Yəni, toxumlar saxlama müddəti nə qədər çox olarsa, onun cücərmə faizi də azalmış olacaqdır. Bu o deməkdir, yeni gənc toxumlar daha sürətlə, yüksək faizlə cücərir. Yaşlı toxumlar isə zamanla cücərmə qabiliyyətini itirirlər. Birinci sualımız, yaşıl toxumlar cücərmir. Yaşlı toxumlar cücərmir, yanlışdır. Nəyə görə? Çünki 4 il saxlanmış toxumlar hələ də müəyyən faizlə cücərir. Sonra ikincidə yaşlı toxumlar gənc toxumlar daha yaxşı cücərir. Yanlışdır, çünki əksi doğrudur. Cavan toxumlar daha yaxşı cücərəcəkdir. Biz bunu buradan yanlış götürməliyik də. Bu da yanlışdır. Gənc toxumlar həmişə cücərir. Həmişə sözü qəti fikirdir və həmişə dediyinə görə, burada həmişə işarəsi olduğuna, sözü olduğuna görə bunu da götürmək olmaz.
Sonra Sonra nə var idi? Gənc toxumlar yaşlı toxum daha yaxşı cücərir. Bəli, düzgün cavabımız bu olmuş olacaqdır. Üçüncü, üçüncü sualımıza baxırıq. 4 toxum götürülüb. Toxum nümunəsi cədvəldə göstərildiyi ki, müxtəlif temperatur və işıq şəraitində cücərmişdir. Cücərilib və nə? Deməli, 7 gündən sonra əldə olunan cücərtilər göstərilib. İkinci nümunə hansı cücərtiyə aiddir? Deməli, ikinci müvafiq dairəni düzgün cavabı qeyd et. Temperatur ikinci nümunənin şəraitidir. Temperatur 20 Celse, işıq da var. Bu ideal şəraitdir və yüksək deməli ideal şəraitdir. Buna görə də həm yüksək tempo, həm də işıq mövcuddur. Bu bitki həm yaxşı böyür, həm də fotosintezə başlayır. Bu cücərti həm uzun olacaq, çünki temperatur yüksəkdir. Həm də yaşıl olacaq, işıq olduğu üçün burada xlorofil yaranacaqdır. Həm uzun, həm də yaşıl olanlar hansıdır? Deməli, bu da bu variantına uyğun gəlmiş olacaqdır. Bir cücərtilərə baxsaq, görəcək ki, biri yaşıl, biri sarı, biri sol başda bir yaşıl, bir sarıdır. İşıqsız ola bilər, yəni bunlar işıqsız ola bilər. Ortadakı yaşıl daha yaxşı inkişaf, bu qıraqdakı yaşıl, bu daha yaxşı inkişaf etmişdir. Ona görə də elə bunu götürmüş olacağıq. Çünki dedik ki, işıqlama yaxşı olsa, isti yaxşı olsa daha yaxşı cücərəcək. Daha yaxşı cücərən və yaşıl rəngdə olan bunlara nisbətən düzdür. Sarı uzun, ancaq biz hündür və yaşıl rəngdə olanı götürdüyümüz üçün bu variantı götürmüş olacağıq. Sonra dördüncü sualımıza baxaq. Dördüncü sualımızda bizdən nə soruşur? Bucaqlar üzərində kiçik cavan bitkilər inkişaf edən bitki şəkli göstərilib. Cavan bitki haqqında hansı mülahizə doğrudur? Ümumiyyətlə, yadınızda gördüyümüz ki, şəkildə çiyələk bitkisinin vegetativ çoxalma yolu ilə yayılır. Vegetativ çoxalma nədir? Yadınızda saxlayın ki, ana bitkinin hissəsindən yeni bir bitkinin əmələ gəlməsidir. Burada cinsi çoxalma olmur, yəni mayalanma və genetik materialın dəyişməsi baş vermir. Bu üsulla yaranan cavan bitki ana bitkinin tam eyni olacaq, yəni irsi xüsusiyyətini dəyişməyəcək. Burada da ana bitki və cavan bitki eyni irsiyyətə malik. Cinsiyyət cəhətdən eynidir. Düzgün cavabımız bu olmuş olacaq. Ana bitki irsi cəhətdən fərqlənir. Düzgün deyil. Onlar növənin birləşməsi nəticəsində xeyir, düzgün çeyilə mayalanma nəticəsində əmələ gəlib xeyir. 5-ci sualımıza baxırıq. 5-ci sualımızda deyir ki, heyvan və bitki hüceyrəsinin işıq mikroskopu altında görünüşü sxematik olaraq aşağıdakı kimi təsvir olunmuşdur. A. Heyvan və bitki hüceyrəsinin bəzi struktur xüsusiyyəti cədvəldə verilmişdir. Nüvə olan cədvəl və şəkildə görülən 3 quruluş xüsusiyyətini əlavə edərək cədvəli tamamla. 3 quruluş xüsusiyyətinə nüvə. Deməli, hüceyrə divarı yoxdur. Bitkidə hüceyrə divarı vardır və selyozadan ibarətdir. Nüvə heyvan hüceyrəsində də var, bitki hüceyrəsində. Plastitlər heyvan hüceyrəsində yoxdur, bitki hüceyrəsində var, fotosintez üçün vacibdir. Vakual heyvan hüceyrəsində kiçik vakuallar ola bilər, amma bitki hüceyrəsində isə böyük mərkəzi vakual vardır. Formasına baxaq. Sonra heyvan hüceyrə daha yumşaq və dəyişkəndir. Bitki hüceyrəsi isə sərt, çox vaxtda düzbucaqlı formasında olur. Deməli, fərqli olanlar nə idi? Fərqli olanlar bitki hüceyrəsi xloroplastların olması və hüceyrə divarına malik olması. Bu fərqli xüsusiyyəti, bir də forması heyvan hüceyrəsində sabit forma yoxdur, amma bitki hüceyrəsində isə sərt və çox zaman düzbucaqlı forma olur. Sonra keçirik B variantını. B sualına şəkildə deyir, X-dən Y-ə qədər hüceyranın faktiki ölçüsü 0,1 mm.
1 millimetr. Şəkilə də baxsaq, buradan təxminən 10 millimetr xəttkeşlə ölçürük. Xəttkeşlə deyir. Nə soruşur? Deməli, böyütmə dərəcəsini hesabla. Mikroskopun böyütmə dərəcəsi x-dən y-ə qədər hüceyrənin x-dən burada şeydir 1, 2, 3, 4, 5 santıdır. X-dən y-ə qədər olan məsafə 5 santıdır. Bunu da biz millimetrlə keçirsək, santimetr olunca, millimetrlə keçirsək də böyütmə dərəcəsini hesabla. Böyütmə dərəcəsi bərabərdir. Xəttkeşlə ölçüsü burada 5 santıdır. 500 santını bölsək, vursaq millimetrə 50 millimetr olacaq. Deməli, burada da 0,1 də faktiki ölçüdür. Bunu da bölsək bura, böyütmə dərəcəsini tapmaq üçün 50-ni 0,1-ə bölsək 500 olacaqdır. Cavabımız olur 500, çünki burada 5 santimetr verilib. Sonra 6-cı sualımızda nə soruşur bizdən? 6-cı sualımızda soruşur ki, toxum cücərməyə başlayanda torpaq üzərində yaşıl yarpaqlar görünənə qədər quru kütləsinin dəyişməsi hansı qrafikdə göstərilib? Deməli, toxum cücərməyə başlayanda bitki fotosintez etməyə başlayır. Bu dövrdə enerji və ehtiyat maddələri toxum tərkibindəki ehtiyatdan istifadə edilir. Bu isə toxumun quru kütləsinin azalmasına səbəb olur. Yaşıl yarpaqlar torpaq üzərinə çıxdıqdan sonra fotosintez baş verir. Fotosintez baş verdiğinde özünüz bilirsiniz ki, yeni maddələr əmələ gəlir. Nəticədə quru kütlə artmağa başlayır. Yəni qrafikdə əvvəl azalma, sonra isə artma olmalıdır. Deməli, əvvəl azalır müəyyən bir. Buradan baxırsınız, əvvəl azaldı, sonra isə quru kütlə fotosintez etdiyim artdı. Bu da bu varianta uyğun gəlmiş olur. Azalma bilirsiniz də, bu istiqamətə azalmadır, sonra bu artmadır. Sonra 7-ci sualımızdan deməli 7-ci sualımıza baxırıq. İki fərqli kök sistemi verilib. Bu kök sisteminə aiddir. Ortada qalın əsas kök var. Buna qalın əsas kök var. Bu saçaqlı kök sistemidir. Yəni birinci bu saçaq, üzr istəyirəm, bu mil kök sistemidir. Mil, yəni birinci mil kök sisteminə aiddir. Bu isə ikinci isə saçaqlı kök sisteminə aiddir. Nə soruşur? Deməli, bütün köklər eyni qoyuluşda, təxminən eyni qalınlıqda olduğuna görə seçilməlidir. İkincisinin saçaqlı, birincisinin isə bir bitki kök yaxşı inkişaf, digərindən rahatlıqla seçildiyinə görə mil kök sistemi kimi götürürük. 7-ci sualımızda nə soruşur? Deyir, uyğunluğu müəyyən et. Deməli, birinci, yəni mil kök sisteminə uyğunluğu müəyyənidir. Deməli, qurut suların yerdən uzaq olduğu torpaq dərinliyi uyğunlaşmışdır. Bu aiddir, mil kök sisteminə aiddir. Yaşı az olan və kifayət qədər rütubətli torpaqlarda yaxşı uyğunlaşıb. Bu da mil kök sisteminə aiddir. Sonra inkişaf etmiş ikiləpəli və çılpaq toxumlu bitkilərdə rast gəlinir. Elə bu da ona aid. Bir ləpəli saçaqlı mil kök sisteminə aiddir. Sonra şaquli incək buğda, soğan kimi bu saçaqlı kök sisteminə aiddir. Sonra şaquli inkişaf etmiş əsas kök və zəif inkişaf etmiş yan köklərdən ibarətdir. Mil kök sisteminə aiddir.
Eyni uzunluqda budaqlanmış çoxlu uzun, nazik və əlavə yan köklərdən ibarətdir. Bu milkök sisteminə aiddir. Sonra bitkini torpağa bərkidir və bəzi bitkilərdə ehtiyat qida maddələri toplanır. Bu da milkök sisteminə aiddir. Adətən torpağın səthinə yaxındır və bitkini torpağa daha möhkəm bərkidir. Bu isə saçaqlı kök sisteminə aid olmuş olacaq. Bu qədər, diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.